Hə. Deməli, harda qalmışdıq? Burada cavab bizə 1, 2, 3, 4, 5. Burada sıfırdan yox, 1-dən götürüb. Bizə indi burada cavab 5 verməlidir. Baxaq. Run save eləyək. Cavab bizə 5 verməlidir. İndi baxaq görək cavab nə verəcək. Salam. Niyə salam? Salam verdi. Niyə? Bir dəqiqə. Hə, bildim. Bir dəqiqə. Bunu silək. Burada A nöqtə yazaq. Len. Yəni belə eləyək. İndi run eləyək. Niyə salam verdi bizə? Error. Hə, bildim. Bunu interpolator da eləməlisən ona görə. Burada cavabıma 5 verir. Sonra bir dəqiqə sizə bir şey də göstərim. Say sistemini 5'likdə göstərəcək. Məsələn, bir də 100'ü print 100 ədədini 5'lik say sistemində istəyir. Belə bir sual olsa bunu yaza bilərik. 5. İndi cavab bizə 25 verməlidir təbii ki də. Çünki bu cavabı 25'dir. Baxaq. Nəticə 25 verməlidir. Yəni bəlkə də interpolatordadır. Ola bilər interpolatorda olsun deyə. Gördüyünüz kimi 100 və 5 verdi. Yəni bunu interpolatorda eləməlisin. Sonra min və max funksiyaları. Min və max funksiyaları sətr və siyahı tipində olan məlumatların ən böyük max və ən kiçik min simvolunu tapır. Məsələn, A bərabərdir 6, 7, 8. Deyir ki, bizə bunun ən böyük tapması üçün max A yazmalıyıq. Nəticə bizə 6 verməlidir. Bir dəqiqə. Print A. Baxaq. Cavaba görək nə verəcək. Cavab 8 verməlidir. Yəni dəqiq bilmirəm. 6, 7, 8. İndi bir də printi silək. Yenə bayaqki kimi oldu. İndi run eləyək. Cavab verməm. Amma burada 8 verməliydi. Niyə vermədi bilmirəm. Kompüterdə nəsə var. Nə oldu bilmirəm. Sonra burada strip funksiyası var. Strip funksiyası siyahıda və sətirdə ilk boşluqları silir. İlk öndən olan boşluğu silir. Yəni məsələn ədəd yazdıqda bura 1, 2, 3 strip yazdıqda burada heç nəyi silmir. Çünki bunlar ilk öndə boşluq olanda. Yəni bura boşluq versəm, strip yazsam siləcək. Boşluğu siləcək. Belə siləcək və beləsinə köçürəcək. Del funksiyası. Del funksiyası siyahı tipində verilənlərlə işləyir. Göstərilən indeksə görə elementi silir. Məsələn, A 1, 2, 3, 4. Del A 0. 2, 3, 4.
Yəni belə bir şeydir. A bərabərdir 1 2 3 4. Bayaq dediyim kimi burada 0 1 2 3 kimi olur. Yəni sağa qayıtdıqda -1-dən götürülür. Sola qayıtdıqda. Yəni çoxdan aza qayıtdıqda. Burada del A 0 yazırıq. 0-cı elementi, yəni 1-i silir. 1-i siləcək. Nəticə bizə belə eləməyək, print yazaq. Print. Yenə deyirəm, bəlkə interpolatordadır deyə məndə cavab vermir. Görək cavab verəcək. Hə, cavab verdi. Yəni birinci indeksi sildi gördüyünüz kimi. Burada 2 3 4'dür. Amma burada 1'dir. Yəni 0-cı elementi sildi. Bu del funksiyası da bura qədər. Məsələn burada 1 və 4 yazsam, yox. Burada məsələn 0 1 2 3 4 4 dənə element yazsam, 1 və 4 desəm, birinci və 4-cü elementi siləcək. Yəni istəyirsiniz onu da yazım. Burada hərf də yazmaq olar. Hərf də yazmaq olar. Məsələn, amma sətr tipində. A virgül 1 virgül 2 virgül 3. Yox, bir dəqiqə. Belə deyək. B 4. Burada biz 1 və 4 demişdik. 1 4. 1 ilə 4. Yəni 4-cü elementdən birini silsin. Cavab bizə yox, bizə burada 1 ilə 4'ü siləcək. 1 ilə 4'ü siləcək. Yox. Aynen 4'ü siləcək. Baxaq. Dəqiqə. Nə oldu? Aynen 4. Çap etdi. Hə, bu çap etdi, silmədi. Mən burada del yazdım, amma nədənsə çap etdi. Aynen 4'ü çap etdi. Dediyim kimi də 0, 1, 2, 3, 4. Birinci ilə 4'ü. Sonra burada başqa count funksiyası var. Count funksiyası siyahı və sətirli olan simvolları sayır. Simvolları sayır. A bərabərdir salam. A.count A. Cavab 2. Yəni burada eyni olanları sayır. Məsələn, salamda 2 dənə A var. Burada count A yazdığına görə 2 dənə. Məsələn, salam A, salam Azərbaycan. Salam A 5 dənə A var deyə. Məsələn, salam Azərbaycan count A bərabərdir salam Azərbaycan count nöqtə A desəm, burada Azərbaycanın A hərflərini sayacaq. Nəticədə də 5 çıxacaq. Yəni mən elə ya 6 ya da 5 çıxacaq. Təxmin hesabladığıma görə elə dedim. Sonra remove funksiyası. Remove yalnız siyahı tipində verilənlərə işləyir. Siyahıda olan simvolu sətirlə siyahıda olan simvolu silir. Verilən